qəflətdən ayılmaq. Əgər bir şəxsin övladının azmasını görsəniz, qabaqcadan mühakimə etməyin, ailəsini məsxərə etməyin və övladlarını pis tərbiyələndirməkdə ittiham etməyin. Çünki Nuh Peyğəmbər əleyhissalam da övlad çətinliyi ilə üzləşmişdi. Halbuki o, Safiyullah, Allahın seçilmişi ləqəbi ilə məşhur idi. Bir şəxsi qövmü çıxarsa, məsxərə etmə və dəyərsiz və yersizdir demə. Çünki İbrahim Peyğəmbər əleyhissalamı da çıxartdılar. Halbuki Xalilullah, Allahın dostu ləqəbi ilə məşhur idi. Zindana düşmüş şəxsi məsxərə etmə. Çünki Yusif Peyğəmbər əleyhissalam da illərlə zindanda qaldı. Halbuki Sadiqullah, Allahın düz danışanı ləqəbi ilə məşhur idi. İnfilasa uğrayıb pulsuz şəxsə məsxərə etmə. Çünki Əyyub Peyğəmbər əleyhissalam da vardan sonra müflisləşdi. Halbuki Nəbiyyullah, Allahın nəbisi ləqəbi ilə məşhur idi. Başqasının peşəsini məsxərə etmə. Çünki Həzrət Loğman əleyhissalam nəccar, xəyyat və çoban idi. Halbuki Allah Qur'an Məciddə onun həkim olmasını açıqlamışdır. Hamı bir şəxsə xoşa gəlməz desə, məsxərə etmə. Çünki Həzrət Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmə sehirbaz, məcnun və divanə deyirdilər. Halbuki Həbibullah, Allahın Həbibi ləqəbi ilə məşhur idi. Bəs başqalarını mühakimə və məsxərə etmə. Bəlkə başqalarına qarşı yaxşı niyyətdə ol.